Salam dəyərli izləyicilər, 18 dekabr 2025-ci il Azərbaycan ordusunun əskəri vəfat edib. Bu barədə Unikal Az sayti məlumat yayıb. Qeyd olunub ki, 21 yaşlı Əli Vahaboğlu Cəfərovun pnevmoniyadan öldüyü bildirilir. Mərhum ötən gün Gəncədə dəfn olub. Digər məlumata görə o Gəncə Dram Teatrının quruluşçu rəssamı Vahab Cəfərovun oğludur. Əli Cəfərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsində məzun olduqdan sonra hərbi xidmətə yollanıbmış. Hərbi prokurorluqdan bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əskər Əli Vahaboğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda 15 dekabr 2025-ci il tarixdə vəfat etməsi faktı əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb, ölümün səbəbinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib. Faktla bağlı hazırda araşdırma davam etdirilir.